Əyani təhsil, sinif otağı, partalar, taxta lövhə və fiziki müəllimin mövcudluğu. Yəqin ki, 2025-ci ilin tədris prosesindən danışsaq, bu sadaladığımız sözlərdən istifadə edərik. Bəs gələcəyin təhsilinə toxunsaq, 2050-ci ilə qədər bu sadaladıqlarımız öz mövcudluğunu qoruyacaqmı? Müəmmalıdır. Müəllim insan olaraq və müəllim olaraq, vizual olaraq müəllim yox olmayacaq. Müəllim formasını dəyişə biləcək. Təbii ki, burada şagird də mövcud olacaq, partada mövcud olacaq, yazı lövhəsində mövcud olacaq. Sadəcə texnologiyanın mövcud tələbinə uyğun o formasını, funksiyasını dəyişə bilər. Texnologiyanın sürətli inkişaf tempini nəzərə alsaq, sinif otaqlarının divarlarını da, lövhələrini də aşan yeni bir dövrə qədəm qoyacağımız artıq aydın görünür. Təhsilin sərhədləri getdikcə fiziki məkanlarla məhdudlaşmır. Şagirdlər evlərindən çıxmadan Mars səthində coğrafiya dərsi keçəcək, ya da qədim dünya tarixi dərsində süni intellektlə canlandırılmış Roma imperatorları ilə dialoqa girəcəklər. Hətta partalar belə artıq toxunma ekranı interaktiv masalara çevriləcək. Bunlar bugün qulağa real səslənməyə bilər, amma ekspertlər heç də belə demirlər. Dünyada artıq yeni texnologiyalar tətbiq olunur, artırılmış gerçəkliklər, yəni VR eynəklərlə təhsil sisteminin ucqar rayon və şəhərlərdə bərabərləşməsi, simulyasiyalarla tələbələrin daha geniş imkanlarla, daha yeni sistemlərdə iştirak etməsi və bunun kimi bir çox yeniliklər olacaq. İllər boyu görməyə alışdığımız, sinifə daxil olanda hər kəsin ayağa qalxdığı, bir baxışı ilə sükut yaradan o obrazda dəyişəcək. Söhbət müəllimdən gedir. Əlində jurnal, ağ təbaşirlə lövhədə mövzunu izah edən müəllimlərə artıq süni intellekt kömək eləyəcək. Hər şagirdin öyrənmə tempini saniyə-saniyə analiz eləyən, hisslərini mimikasından anlayan, diqqəti yayınanda bunu dərhal hiss eləyən və fərdi yanaşma ilə müdaxilə eləyən bir sistem. Müəllim bu prosesdə bir rəhbər olacaq. Texnologiya ilə əl-ələ verib hər şagirdin potensialını üzə çıxaran, yol göstərən rəhbər. Süni intellekt təhsildə bir inqilab yarada bilər, amma o bir şeyi bacarmır və bəlkə də heç vaxt bacarmayacaq. Mədəniyyəti, mənəviyyatı və ruhu aşılamaq. Bir müəllim şagirdin gözlərinə baxaraq sən bacararsan dedikdə o sözün daşıdığı enerji süni səsin təkrarlaya bilməyəcəyi qədər insani və unikaldır. Dəyərlər, adət, ənənələr, milli kimlik, bütün bunlar sinif otağında, müəllimin şəxsiyyətində, davranışında, nitqində, nümunəsində formalaşır. Hər səhər salam verməyin əhəmiyyətini, böyüyə hörməti, zəifə mərhəməti, vətən sevgisini bir proqram öyrədə bilməz. Bunu yalnız yaşayan və yaşadan bir insan bacara bilər. Süni intellektdə duyğu, emosiya, empati hisslərini inteqrə eləmək istəyirlər, yansıtmaq istəyirlər. Ancaq nə qədər bu tətbiq olunsa belə insan kreativliyi, insan innovativliyi hesab edirəm ki, süni intellektdən həmişə öndə olacaq. Bütün bu proqnozların fonunda əsas sual budur. Texnologiya təhsili gələcəyin nəsillərini daha yaradıcı, azad və dərin düşüncəli eləyə biləcəkmi? Yoxsa texnologiya təhsili bir növ mexaniki prosesə çevirərək insani təmas və təfəkkürü ikinci plana keçirəcək? Cavabları zaman göstərəcək, amma bir həqiqət danılmazdır. Təhsil gələcəkdə, hətta 2050-ci ildə təkcə öyrətməyəcək, həm də öyrənəcək hər şagirddən.